Bugün 5 iyun Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə hər il qeyd olunan Dünya Ətraf Mühitinin Qorunması günüdür. Bu münasibətlə bir sıra beynəlxalq təşkilatlar ətraf mühitin hazırki vəziyyəti ilə bağlı yeni araşdırmalar açıqlayır. Stockholm Ətraf Mühit İnstitutunun dərc etdiyi hesabatda bildirilir ki, dünya üzrə təmiz su ehtiyatlarının 60%-i çirklənmə və iqlim dəyişikliyi səbəbindən təhlükə altındadır. Hazırlanmış iqlim trendləri 2025 sənədində isə vurğulanır ki, 2024-cü il tarixdə qeydə alınan ən isti illərdən biri olub. İqlim dəyişikliyinin insan sağlamlığına təsiri də diqqət mərkəzindədir. The Lancet Tibb jurnalında yayımlanan son araşdırma göstərir ki, artan istilər və hava çirkliliyi ürək, damar və tənəffüs xəstəliklərinin artmasına səbəb olur. Mütəxəssislər xəbərdarlıq edir ki, ekoloji tədbirlərin təxirə salınması həm təbiətə, həm də insan sağlamlığına ciddi təsirlər göstərə bilər. Bəs bizim hər birimizin ətraf mühiti qorumaq üçün vəzifələrimiz nədir? Mütəxəssislər bildirir ki, dünyanı qorumaq istəyən hər kəs tullantıları azaltmalı, təkrar istifadə və çeşidlənmə vərdişini tətbiq etməlidir. Enerji və suya qənaət edərək resurslardan səmərəli istifadə etməyə çalışmalıdır. Ətraf mühiti çirkləndirməmək üçün ictimai yerlərdə təmizliyə riayət etmək və yaşıl nəqliyyat vasitələrinə üstünlük vermək vacibdir.